Muhammed və ali Muhammedə salavat çəkdik. Günahlarımızın bağışlanmasına, aqibətimizin xətimli xeyr olmasına salavat çəkdik. İslam şəhidləri, Kərbəla şəhidləri cəmən haqqı deyib, haqqa çatanların, haqq yolunda qana batanların, ruhların salavat ilə yad edirik. Bugün Əmir-əl-Müminin Ali əleyhissalamın yaralanan günüdür, zərbətlənən günüdür. Ağanın pak mütəhhər ruhun salavatla yad edirik. Bir-birimizin səlamətçiliyinə, ölənlərimiz ruhuna, xüsusilə dünyadan köçən valideynlərin ruhlarına salavat çəkdik. İmam Zaman əleyhissalatu vesselamın səlamətçiliyinə, zuhurunun tezləşməsinə, sayəsində rəhbər müəzzəm və sair məraciin səlamətçiliklərinə salavat çəkdik. Əziz Ustad Hacı Yunusdan üzrxahlıq eləyirəm və bütün böyüklərdən ki, əmr elədilər, inşallah. Çox vaxtınızı almaram. Bugündən əlaqədar bəzi ayə hədisləri inşallah oxuyaq, təkrar eləyək. Zaten bildiyimiz şeylərdir. İnşallah Allah bizi bu gecənin feyzindən binəsib eləməsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed. وعلى آله المعصومين المكرمين المنتجبين واللعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. بحق الزهراء وأبيها وبعلها وبنيها والسر المستودع فيها. Allah'a şükürler olsun ki bugün de Allah bize ömür verdi, yaşattı ve verdiği bu ömürde özün ve dostların bize tanıttırdı. Şükürler olsun Allah'a ki onun ve dostlarının adını çəkməyə bize icazə verdi. Şükürler olsun Allah'a ki eyblərimizi örtdü və bizi insanlar arasında rüsvay eləmədi. Şükürler olsun Allah'a ki ruzumuzu öz əlində qərar verdi və bizi özündən başqa heç kimə möhtac eləmədi. Allah'ın verə yüzallahlığına xatir ömrümüzün sonuna qədər bu nimətləri əlimizdən almasın. Və bizi verdiyi bütün nimətlərə şükür eləyən bəndələrindən qərar versin. Saysız şükürlər olsun Allah'a ki bugünün məclisində iştirak eləməyə bizə icazə verdi.
bu məclisdə iştirak eləməyə bizə lütf elədi. Aleykümselam. Bilirsiniz, Selamünaleyküm və rəhmətullah. Bu məclis həddindən ziyada böyük məclisdir. O qədər böyükdür ki, biz kiçiklər bu məclisin böyüklüyünü çatdıra bilmərik. Bu məclis o qədər dəyərlidir ki, o qədər əzəmətlidir ki, bunun həqiqi dəyərin, zamanənin imamı və Allahdan başqa heç kim bilməz. Çox şükür eləməliyik ki, Allah bizə bu məclisə girməyə icazə verdi. Birincisi budur ki, Həzrəti Əmir-əl-Müminin əleyhissalamın, Allahın imamının hüccətinin məclisidir. İkincisi budur ki, Allahın öz məclisidir. Qur'anın nazil olduğu bir gecədir. Əgər Allahın lütfu olmasaydı, Allah icazə verməsəydi, biz burada ola bilməzdik. Bunu bilin. Həzrəti Resulullah sallallahu aleyhi və alihi və səlləmin məşhur bir dənə xütbəsi var, mübarək Ramazan ayı ilə bağlı. Şaban ayında oxuduğuna görə ona Şaban xütbəsi deyirlər. Yəni Şaban ayında oxunmuş xütbə. Ki Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Şaban ayının axırıncı cüməsində, cümə namazında o xütbəni oxumuşdur. Qəd əqbələ iləykum şəhrullah. Peyğəmbər buyurur ki, Allahın ayı sizə üz gətirib, sizə tərəf gəlir. Orada mübarək ayın fəzilətlərini sayır Peyğəmbər. O cümlələrdən biri bu cürdür. Buyurur ki, du'itum fihi ila diyafətillah. Mübarək Ramazan ayında Allah sizi qonaqlığa dəvət edib. Allahın qonaqlığına dəvətlisiniz. Kimlər ki bu ayın mənəvi nemətlərindən, orucundan, duasından, istiğfarından, tövbəsindən istifadə eləyə bilirlər. Quran qiraətindən, Quran oxumağından, çoxlu namaz qılmağından istifadə eləyə bilirlər. Onlar Allahın o çağırışına cavab verənlərdir. Çünki bilirik ki, bəzən bir məclis olur, o məclisə dəvətli insanlar olur, bəziləri gedmir o məclisə. Bəlkə də yeryüzündə istisnai hallar olar ki, bir məclis olar. Məsələn, onlar nəzərdə tutan say ki var, 100 nəfər, 200 nəfər, 300 nəfər ki məclisə çağırırlar. Onun hamısı bir nəfər kimi gələr. Bu şey istisnai halda bəlkə ola bilər. Mütləq ora gəlməyənlər olur. Allah demir mütləq orada iştirak edəcəksiniz. Allahın Rəsulu demir ki, elə hamvuz qonaqsız. Peyğəmbər buyurur, dəvət olunmusuz. İndi kim gələcək, kim gəlməyəcək özündən asılıdır. Yəni mübarək Ramazan ayı ziyafətullahdır, Allahın qonaqlığıdır. O demək deyil ki, elə hər günah eləyən də ora şərikdir, bir ay oruç tutan da ora şərikdir. Belə bir məsələ yoxdur. Bu hədisin izahında rəhbər müəzzəm verir. Deyir, dəvət olunmusuz. Ona əməl eləyənlər, o məclisə girənlər sayılacaqlar. Ona əməl eləməyənlər, o demək deyir ki, elə mübarək Ramazan ayısa bu hər şey eləyə bilər. Belə bir şey yoxdur. Bəzən məsələn, bəzi insanlar elə bilirlər ki, mən il boyuna istəsəm eləyə bilərəm, Qədir gecəsində məsələn bir dəfə məscidə getməklə bütün günahların bağışlanacaq. Belə bir məsələ yoxdur. Bəzilər elə bilirlər ki, məsələn mən il boyunda nə istəsəm eləyərəm, bir dənə Aşurada iştirak eləməklə bütün günahların bağışlanacaq. Gərək insanın həyatı bunlara uyğun ola. Həyatı, Həzrəti İmam Baqir əleyhissalam buyurur ki, la qərabətə beynənə və beynəllah. Bizi ilə Allahın arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bizi quru-quru sevməklə də Allah sizə bir şey verməyəcək.
İmam Baqir ağa deyir, şərti budur ki, biz deyənlərlə oturub durasınız ki, Allah sizə bir şey versin. Yoxsa elə, mən İmam Baqir əleyhissalamı qəbul edirəm, mən Həzrət Əli əleyhissalamı qəbul edirəm, o quru qəbul eləməyə bir şey verməzlər. Elə dildə qəbul eləməyə bir şey verməzlər. İndi bu ayda Peyğəmbər buyurur, Allahın ziyafətinə, qonaqlığına dəvət olunmusunuz. Gərək budur ki, insan o qonaqlıqda iştirak eləyə. Orada iştirak eləyənlər üçün bir şeylər olacaq. O mükafatlar ki var, o saylar ki var, savabların barəsində, bağışlananların barəsində. Həzrət Peyğəmbər buyurur ki, iftar vaxtı Allah milyon insanları hər gün, hər iftarda bağışlayar. Hər gün, hər iftar vaxtında milyon insanları Allah bağışlayar. Gün orta oturub yiyənlərdən gedmir ki söhbət o. Təbii ki, oruç tutanlardan gedir söhbət. Yoxsa elə iftar vaxtı bağışlanacaq, axşamacan yesin, axşam gəlsin ki, Allah, Peyğəmbərin bizə deyib ki, bu vaxt sən adam bağışlayırsan, mənə də bağışla. Belə bir məsələ yoxdur. Gəlsin desin ki, Allah, valla düz deyə oruç tuturam, amma ürəyim təmizdir, mənə bağışla, belə bir məsələ yoxdur ki. Adam soruşulanlara cavab verməsə, imtihanı verə bilməsə, onu məktəbə qəbul eləməzlər ki. İndi burada ali təhsillər vardı, təbii ki, məktəb oxuyanlar, qutaranlar, institut oxuyanlar. Elə bir şey gəlmişəm, qəbul imtihanıdır instituta, deyirəm ki, mən xal yığa bilməmişəm, bal yığmamışam. Amma ürəyim təmizdir, mənə götürün də instituta. Bəlkə də adamı kobud sözlə qovarlar oradan institutdan. Necə ürəyim təmizdir, mənə instituta götürün. Onun şərti nədir instituta girməyin? Müəyyən bir suallara cavab vermək və müəyyən bir xalı toplamaq. Onu toplamasın, sən universitetə götürməyəcək. Bir dənə məktəb, bir dənə məxluq bizi o məktəbə qəbul eləməkdən imtina edirsə və bizi məktəbdən qovursa, ola bilməz ki, mən gəlim axırda deyim ki, Allah, mən özüm nə istəmişəm eləmişəm, nə günah ürəyimdən keçib eləmişəm, amma ürəyim təmiz idi ya, mən bağışla da. Təbii ki, belə olmaz da. Gərək adam ona uyğun özünü apara. Bəzən hətta övladlar valideyndən bir şey almaq istəyəndə bir neçə gün başlayırlar sözünə baxmağa. Bir neçə gün başlayırlar sözünə baxmağa. Buna görə ki, nəticədə bir şey istəyəcəklər. Valideyn də təəccüblənir ki, bu belə dögülüdür axı, bu nə oldu buna ağıllandı birdən-birə. Məsələn, maşın aldırmaq istəyir. Hələ istəklər böyük olsa, itaət vəfşəm çoxalır. Böyük şeylər istəyir. Məsələn, ev istəyir. Məsələn, harasa getmək istəyir. Məsələn, uzaq bir səfərə çıxmaq istəyir. Ki, adi halda o icazəni valideynindən almaq olmaz. Onun əvvəldən müqəddiməsini qurur, hazırlıqlarını görür. Başlayır, məsələn, ata nə deyirsə eləyir, ana nə deyirsə eləyir. Niyə? Yekun nəticədə bir şey istəmək üçün. Bir dənə məsələn icazə almaq üçün, ya nəsə aldırmaq üçün, ya bir xərclik almaq üçün. Nə deyirsə eləyir. Nətər bir dənə bəndənin istəklərini eləyirik, özümüzün aciz və balaca bir istəyimizi almaq üçün. Necə ola bilər ki, Yaradanın tələblərinə cavab verməyək, amma istədiyimizi alaq. Mən özüm bilərəm necə yaşayıram, amma Allah sən də mən deyənləri verməlisən. Belə bir məsələ ola bilməz axı, bu mümkün olan şey deyil. Gərək budur ki, adam özün onlara uyğun aparır. Peyğəmbər buyurur ki, düzdürsüz bu qonaqlığa dəvət olunmusunuz. Amma əməllərimiz göstərəcək ki, bu qonaqlığa girdiniz ya girmədiniz. Qonaqlığa daxil oldunuz ya daxil olmadınız. Sizi bura buraxdılar ya buraxmadılar. Mübarək Ramazan ayı bilirsiniz. Ayların sultanıdır. Dilimizdə diridir, yəni ayların şahı. Mübarək Ramazan ayı 12 ayın ən dəyərlisi mübarək Ramazan ayıdır. Çünki mübarək Ramazan ayı həm rəhmət ayıdır, həm məğfirət ayıdır. Yəni Allah insanları bağışlayır, Allah insanlara rəhm eləyir, Allah insanlara nicat verir, duaların qəbul eləyir. Mübarək Ramazan ayı ayların ən dəyərlisi olduğu kimi, mübarək Ramazan ayının da ən dəyərli günləri Qədir günləridir, Qədir gecələridir. Yəni bu 3 gecə ki var, 19, 21, 23.
Təsəvvür edin, ilin ən dəyərli gecələridir. Zaten Həzrət Resulullah da buyurur da ki, mübarək Ramazan ayı günləri ilə, saatları ilə, dəqiqələri ilə bütün aylardan fərqlənir. Bu ayın içində olan fəzilət heç bir ayda yoxdur, heç bir gündə yoxdur, heç bir vaxtda yoxdur. Hər neynəsin, Allah hamısını artıqlaması ilə verir. Peyğəmbər buyurur, Şəhru Ramazan şəhrun yudaifullah fihil həsənat və yəmhu fihis səyyiat. Mübarək Ramazan ayı bir aydır ki, neynə söz Allah artıqlaması ilə savab verir və günahlarınızı da bağışlayır. Bu mübarək Ramazan ayında ən dəyərli günləri, gecələri mübarək Qədir gecələridir. Mübarək yəni bərəkətli. Elə bir dənə bərəkət var bu gecələrdə ki, Allah bu gecələrə bərəkətli gecə deyib. Allah bu gecələrə mübarək deyib. Allah bu gecəyə mübarək gecə deyir, salamlı. Duxan surəsinin əvvəlində buyurur, İnna ənzəlnahu fi leylətin mübarəkə. Biz bu Quranı mübarək gecədə göndərmişik. Bu gecə çox mübarək bir gecədir. O Allah qonaqlığından iştirak eləmək üçün gərək biz bu gecənin əməllərindən istifadə eləyək, feyzindən istifadə eləyək. Bu gecənin bir çox xüsusiyyətləri var, bir çox dəyəri var. Bir üstə bu gecə çox əzəmətli bir gecədir, çox böyük gecədir. Qədir gecəsi ki deyirik ya, Qədir sözünün bir mənası böyük deməkdir, əzəmətli deməkdir. Qədir gecəsi, yəni çox böyük bir gecə, çox əzəmətli bir gecə. Bəzən deyirlər, bu gecəyə Qədir gecəsi deyiblər, buna görə ki, bu gecənin qədrin bilək. O qədər dəyərlidir ki, deyir, qədrin bilin bu gecənin. Qədir gecəsi deyiblər, bəzilər deyir ki, Qədir gecəsi, yəni ölçü gecəsi, həyatınızın ölçüsü götürülür. İmam Sadiq əleyhissalam buyurur, İmam Rıza əleyhissalam buyurur. Bu gecə ömürləriniz yazılır, sağlamlığınız, xəstəliyiniz, ruzunuz, yiyəcəyiniz, içəcəyiniz, hamısı bu gecə yazılır. Özdə burada bir məsələ var. Mələklər sadəcə yazandılar, yazdıran özümüzük. Yəni Qədir gecəsində bizim gələn iləcən hədislərdir, həyatımız yazılır, ruzumuz yazılır, sağlamlığımız yazılır, ömrümüz yazılır. Bu mənada yox ki, bu gecə Allah yazır vəssalamda nə yazdı da o olacaq. Yox, İmam Sadiq əleyhissalam buyurur ki, özünüz yazdırırsınız. Bu gecə özünü necə aparsın, ona uyğun sənə bir dənə həyat yazacaqlar. Həyatının ölçüsü götürülür. Deyirlər, Qədir sözünün bir mənası budur. Yəni, ölçü gecəsi. İndi sənin həyatının ölçüləri götürülür. Necə dayansın, özünü necə aparsın, ona uyğun ölçüvü götürəcəklər. Elə bir gedmirsən dərziyə, deyir ki, dayan ölçülərimi götürün. İnsan o tikdirəcəyi geyimin normal olması üçün necə dayanmalıdır? Normal. Dərzi deyir ki, dayan ölçüvü götürün, bir nəfər əyilir. Fərz elə dizlərin qatlayıb dayanır. Sonra şalvar ona qısa olacaq, olmayacaq. Əyilmişdi axı, dizlərin qatlamışdı. Sonra ayağa duranda olur uzun, şalvar da olur qısa. Dərzi ona deyir ki, qollarını aç, pencəyin ölçüsünü götürün. Qolların belə qatlayıb tutur. Ölçürlər. Tikdilər, hazırladılar, yəni dirsəyə qədər. Sonra geyinəndə pencəyin qolu olacaq buradan da. Elə deyil. Yəni, özünü necə aparsın, necə dursun, geyimin də ona uyğun olacaq. İmam Sadiq ağa deyir, bu gecə sizin ölçülərinizi götürəcəklər, həyatınızın ölçülərini götürəcəklər. Bu gecə necə dayansın, ona uyğun sənə bir dənə həyat yazılacaq. Əyri dayanacaqsan, əyri yazacaqlar. Düz dayanacaqsan, düz yazacaqlar. İbadət eləyəcəksən, yazacaqlar, ibadət elədi. Yatacaqsan, yazacaqlar, yatdı.
Günah işləyəcəksən, deyəcəklər Allah pənah versin. Qədr gecəsində günah elədi. Savab eləyəcəksən, artıqlaması ilə yazacaqlar ki, savab elədi. Qədr gecəsi yəni həyatımızın ölçüləri götürülən bir gecə. Ona görə gərək diqqətli olaq. Bu gecə necə dayanacağıq, necə oturacağıq, necə duracağıq? Allaha və Allahın mələklərinə o ölçüləri necə təqdim eləyəcəyik? Özümüzü necə göstərəcəyik ki, Allah bizə necə bir həyat versin? Allah bizə nə versin, necə versin? Özümüzü necə aparsaq ona uyğun verəcək. Birinci şərtlərindən biri nədir Qədr gecəsinin? Ki, hətta elə onu ad olaraq da bu gecəyə veriblər. Əhya gecəsi. Əhya gecəsi. Yəni bu gecəni diri saxlayın. Gecəni adam necə diri saxlayar? Yatmamaqla. Yatmış insanı ki ölüyə bənzədirlər. Deyir insan ki yatır ölü kimi. Da bunun gecəsi də ölür də. Da bunun heç nədən xəbəri olmur ki nə zamandan xəbəri var, nə məkandan xəbəri var. İmam buyurur ki bu gecəni əhya saxlayın, diri saxlayın. Yəni özünüz diri olun ki gecəniz də diri olsun. Yəni yatmayın ki gecənin də bir dəyəri olsun da siz üçün. Biri budur ki bu Qədr gecəsinin, qədrin bu cür bilək, ayıq qalaq, oyaq qalaq, yatmayaq. İbadət eləmək şərti ilə, telefonla oynamaq şərti ilə yox. İbadət eləmək şərti ilə, televizora baxmaq şərti ilə yox. Quran oxumaq şərti ilə, mahnı oxumaq şərti ilə yox. Səcdə eləmək şərti ilə, iqra oynamaq şərti ilə yox. Çayxanada oturmaq şərti ilə yox, məsciddə oturmaq şərti ilə. Çünki əməllərin zamanları olduğu kimi məkanları da var. Bəzi əməllər üçün zaman olduğu kimi məkan da var. Ki o məkanlar əməllərin yerin və qiymətin artırır. Məkan da şərtdir də, yer şərtdir də, düzdür. Bir nəfərin imkanı var, həccə getmək istəyir. Məsələn, həccə neçəyə aparırlar, həmən o məbləğ pulu var. İstəyir getsin həccə. Deyir, fərqi nədir ki, mən durub buradan Səudiyyəyə getməkdən elə kəndimizdə qurbanımı kəsərəm, gedib məscidimizin də başına fırlanaram, olaram hacı da. Amma olmur da. Allah bunu qəbul eləmir. Məscidin başına fırlanmaqla adam hacı olmur. Gərək gedib Kəbənin başına fırlana. Həyətdə qurban kəsməklə Mina qurbanı adamın boynundan düşmür. Gərək gedəsən Mina adında bir dənə yer var, orada qurban kəsəsən ki, sənin həcc qurbanın qəbul ola. Əməllər üçün zaman və məkan rol oynayır. Bu gecədə bir nəfər əhya saxlayırsa, yaxşısı budur ki, çayxanada yox ki, məsciddə saxlasın. Allahın evində saxlasın. Onda əməllər fərqli olurlar. Onda onların savabı artır. Və zaten Allah bu gecəni ayıq qalın, əhya saxlayın, buna görə deyib ki, Allahın evində olaq və Allahın gələn qonağını qarşılayaq. O birazdan ki, Quran başa qoyulacaq ya, o Quranı ki başa qoyuruq, bunun mənası bir söz nədir? Yəni Allah bu gecə ki Quran göndərmisən ha, onu biz başımızın üstünə qəbul eləyirik. Yəni baş üstə deyirik. Amma əlbəttə bu qanun bu gecə üçün deyil, gələn Qurana baş üstə deyək, sonra aparaq qoyaq taxtaya, toz bassın, heç açıb oxamayaq, üzün oxumayaq, içindəkini oxumayaq, içindəkinə əməl eləməyək. Əgər içindəkinə əməl eləməsək, burada yazılan dərmanları içməsək, əhya gecəsində onu götürüb başımızın üstünə qoymağın heç bir mənası yoxdur. Bilirsiniz nəyə bənzəyir bu? Görsən, hamı Qurana ehtiram eləyir. Biri Quranla gir içəri, hamı durur ayağa, bir baş əyir, bir təzim eləyir. Hamı öpür, qoyur gözünün üstünə. Əgər içindəkinə əməl eləməsək, mənası yoxdur. Bilirsiniz niyə? Niyə bənzəyir bu? Allah bütün xəstələrə şifa versin. Bir nəfər xəstələnib, gedib həkimə. Gedmisən həkimə, həkim resept yazıb. Resept deyirlər də, ha? Resept yazıb. Gətirirsən, gəlirsən resepti, ağrıyırsan axı indi. Ürəyin ağrıyır, böyrəyin ağrıyır, hər haron. Allah bütün xəstələrə şifa versin yenə də.
dua eləyək. Bu gözəl bir duadır. Mübarək Ramazan ayının gündəlik duasında da bu var. Peyğəmbər buyurur, bu duanı kim oxusa, qiyamətə qədər bütün günahları bağışlanar. O məşhur dua. Allahümmə ədxil ala əhlil quburi surur ki var. Orada bir hissəsi də budur. Allahümmə şfi kullə məriz. Allah bütün xəstələrimizə şəfa ver. Peyğəmbərin bizə öyrətdiyi duadır. Getdin, həkim resepti yazdı, gəldin, ağrıyırsan. Ağrıyan adam neynir? Dərhal deyir, tez dərmanı alın götürün. Ha? Tez bir dənə iğnə vurun mənə. Dünən bizim Kərbəlayı biraz ağrıyırdı. O biri Kərbəlayı da aptekin birinin qabağından keçmişdi. Az qalmışdı, öldürsün onu. Aptek qaldı dalda, nə deyəmmadım. Ağrıyan adam dərman dalıca qaçar da. Şimdi gedmisən, ağrıyırsan, həkim resepti yazıb sənə. Gəlmisən, resepti əlində. Səhər, günorta, axşam. Dərmanları alma. Dərmanları da içmə. Səhər, günorta, axşam o reseptin vərəqi ki var, öp qoy gözünün üstünə, şəfa tapacaqsan. Gündə 3 dəfə öpkünə. Belə həkim məsləhəti ilə 5 dəfə öpkünə o vərəqi. Şəfa tapmayacaqsan ki. Bu Quranı öpməklə adam olmur. Bu Quranı öpməklə düzəlmək olmur. Gərək içindəki dərmanları yiyəsən, udasan, qəbul eləyəsən. Özdə, burada da o cürdür də, yeməkdən qabaq, yeməkdən sonra, səhər, axşam, o dərmanların qabağından yazırlar ha. Görsən, hamısının vaxtı var. Qədir gecəsinin reseptin yazıb Allah. İnna ənzəlnahu fi leylətil qədr. Resept, dərman, Qədir gecəsi. Dərmanın adı Qədir gecəsidir. Allah haçan atın bunu. Deyir ki, axşam. Axşam. Deyirsən Allah axşam işdə olacağım. Deyir yox, vaxtı var. Selamun hiyə hətta mətlə'il fəcr. Gün çıxanacan ata bilərsən. Gecə hər hansı saatda istifadə eləsən, bu dərmanı səni sağaldacaq. Fərqi yoxdur, 11-də dua elədin, 1-də dua elədin, 2-də. Amma gün çıxanacan elə, yatma. Axşam, yeməkdən sonra ta səhərə qədər. Hamısını yazıb. Allah nəsə, ruhum narahat deyə ağrıyıram. Bir dənə dərman yazıb Allah bura, burada var. Bir dənə dərman yazıb Allah bura. O dərmanın adı namazdır. Allah yazıb, gündə 3 dəfə qəbul eləyəcəksən. Allah nə vaxt? Yeməkdən qabaq. Az qarnına yaxşıdan namaz qılmaq. Yeməkdən qabaq. Səhər 2 tabletka. Günorta yeməyindən qabaq. Gündə 8 tabletka. Axşam yeməyindən qabaq da 7 tabletka. Deyir, sağalacaqsan, narahat olma. Həkimlər pəhriz yazırlar. Pəhriz nədir? Diyeta yazırlar. Ha? Yazır ki, filan yeməyi yemək olmaz. Filan şeyi içmək ol. Duzlu yemə, yağlı yemə, qovrulmuş yemə, filan yemə, filan ye, filan yemə, filan ye, filan yağı yemə, filan soku içmə, filan yeməyi yemə. Allah bir dənə diyeta proqramı yazıb. Bəqərə surəsi 183-cü ayə. Açın, bax orada görəcəksiniz. Allahın diyeta proqramı. Allah deyir, bu saatdan bu saata qədər heç nə yemə ki, tam sağalasan. Orucdur. Deyir, heç nə yemə, tam sağalacaqsan. Diyeta proqramı var orada. Səhər, sübh əzanında deyir, yeməyi saxla. Akşam ezan oldu, deyir ye. Belə olsa sağalacaqsan. Diyeta proqramı, resepti də yazıb Allah. Şimdi mən elə gəlim bunu öpüm, qucaqlayım, arada hələ biraz da ağlayım. Mənim bir şey verməzlər ki adama. Gərək əməl eləyim də. Elə deyil. Bunu yeməsəm, xeyri olacaq mənə. Deyir, bir nəfər gedirdi, küçə ilə, gördü ki, bir nəfər oturub bərk ağlayır. Bu gedən də yoldan keçən qoltuğunda 2 dənə çörək gedirdi. Gördü bir nəfər oturub bərk ağlayır. Gəldi, yaxınlaşdı buna, dedi, qardaş salam əleykum, əleykum salam. Niyə ağlayırsan? Nə olub? Nə problemin var? Dedi, neçə gündür yemək yemirəm, acından ağlayıram. O qoltuğunda çörək olan başladı bu da ağlamağa. Qoşuldu buna, başladı ağlamağa.
O ağlayır, bu ağlayır. O ağlayır, bu ağlayır. Üçüncü adam oradan keçirdi. Gördü 2 nefer oturup yolun ortasında ağlayır. Dedi, niye ağlayırsınız? Bu ikinci gelen dedi ki, ben keçirdim buradan, gördüm bu acından ağlayır, ben de koşuldum buna. Bunu diyenin de koltuğunda 2 tane çörek var. Dedi, niye ağlayırsan? Sağ ol ay anam, sana kurban olum. Dedi, o çöreğin birini ver ona, ne o ağlasın, ne sen ağla da. Ağlamaqla bir şey vermezler ki ama. Adam gələ bir şey eləyə də. Allah deyir, sənə bir dərman yazmışam, bunu iç də, bunu qəbul elə ki, sənə şəfa verim. İmam Sadiq Ağanın hədisi var, buyurur ki, bir neçə dua qəbul deyil. Allah o duanı qəbul eləməz. İşləmədən ruzu istəmək. Bir nəfər işləməsin, zəhmət çəkməsin. Desin Allah mənə ruzu ver. İmam Sadiq Aleyhisselam buyurur ki, o dua qəbul deyil. Bir dənə də hədis var Allahın özündən. Ki biz ona deyirik hədisi qudsi. Allah deyir ki, dərman içmədən şəfa yoxdur. Sağalma yoxdur. Həzrəti Musa xəstələnmişdi. Bir neçə gün deyirlər, dərman içmədi. Dedi ki, mən Allahın peyğəmbəriyəm, Allah mənə şəfa verəcək. Mən niyə dərman içməliyəm ki? Daha mənə də şəfa verməyib, kimə verəcək şəfanı? Deyir, Cəbrail nazil oldu. Dedi, Allah Müteal deyir, and ola izzət və cəlalıma, deyilən peyğəmbərin Musaya, dərman içməsə şəfa verməyəcəyəm. Dərman içmədən şəfa istəmək olmur. İşləmədən ruzu istəmək olmur. Bu ki deyirik, Allah köməyin olsun, Quran köməyin olsun, Peyğəmbər köməyin olsun, imam köməyin olsun. Bunlar o hallardadır ki, adam gedə çıxı onların yanına, sonra da deyə mənə kömək elə. Zakazla olmur bunlar. Otur günən evdə deyinə, İmam Hüseyin sən mənim oğlumdan müğayət ol. Adam görə İmam Hüseynin yanında ola da. Zakazla olmur bu şeylər. Gərək adam gedə çıxa ora. Qədir gecəsi ki, ən dəyərli gecədir. Allah deyir, bu gecəni mən istəyən kimi keçir. Qədrin bizə verdiyi bu gecənin ən mühüm fəzilətlərindən biri günahların bağışlanmasıdır. Hər kəs eləyə bilər bu gecə günahların bağışlatsın. Hər kəs bu gecə eləyə bilər Allahla dostlaşsın, Allahla arasını düzəltsin. Özdə elə bir formada düzəltsin ki, Peyğəmbər buyurur ki, yuzaifu fihil hasanat və yemhu fihis seyyiat. Allah o savabları çoxaldır deyir. O qədər çoxaldır ki, siz bilmərsiniz nə qədər. Baxın İmam Sadiq Ağanın hədisinə, mübarək Ramazan ayında əməllərin savablarının artıqlığı üçün. Bir hədis deyir ki, kim bu ayda bir ayə, Quran oxusa, digər vaxtlarda oxuduğu bir xətmin savabını ona verərlər. Elə bildirsən, qul huvallahu əhəd, bir dənə bütöv xətmin. Elə bil Quranı başdan ayağa oxuduğunun savabını verirlər sənə. İkinci hədis deyir ki, nəinki ayə, mübarək Ramazan ayında Quran oxuyanda hər kəlməsinə bir xətmin savabını verirlər. Üçüncü hədis deyir, nəinki kəlmə, mübarək Ramazan ayında Quran oxuyanda hər bir hərfinə bir dənə xətmin savabını verirlər. Təsəvvürləyirsən, Qul huvallah ayəsini oxusun, hərflər təxmini 11-12 dənə hərf vardı orada. Elə bir dənə deyirsən, Qul huvallahu əhəd. Elə bil 12 dəfə Quranı başdan ayağa oxudun. Başdan ayağa 12 dəfə oxumusan başqa vaxtda. Normal halda bir Quranı bir nəfər, yəni çox tələsmədən, tez də olaraq bir günə də oxumaq olur. Çox tələsmədən normal halda bir xətm oxunar 3 günə. Bir dənə deyirsən, Qul huvallahu əhəd, digər vaxtda elə bil 36 gün oturub Quran oxumusan. Halbuki Qul huvallahu əhədə 1 saniyə vaxt gelir. Peyğəmbər buyurur, yuzaifu fihis seyyi'a, fihil həsənat və yəmhu fihis seyyiat. O, yaxşılarınızı həddən artıqlaması ilə verir, budur. Bir dənə hərfə bir xətm savabı. Bir dənə ayəyə 10 dənə, 20 dənə xətmin savabını əldə edirsən. Eyni zamanda və yəmhu fihis seyyiat. Peyğəmbər deyir, pisliklər, günahlar da bu ayda həddən artıq çox təmizlənir. Yəni, qabaq məsələn mən deseydim, Ramazan
ayı olmayan bir dövrdə Allah məni bağışla, məsələn deyirəm, anlamsın. Bir günahımı bağışlayacaqdısa, Ramazanda deyəndə Allah məni bağışla, 100-ün birdən bağışlayır. Ona görə bu gecənin ən önəmli, ən dəyərli, ən fəzilətli işlərindən budur ki, insan çox istiğfar eləsin, Allahdan bağışlanmağını istəsin və günahların bağışlasın. Çünki ən gözəl fürsətdir. Hətta Həzrət Peyğəmbər buyurur ki, bədbəxtdir o insan ki, mübarək ayın Allah ona verə, yəni ömrü çata mübarək Ramazan ayına, amma özün bağışlatmaya. İmam Sadiq əleyhissalam buyurur, ondan da bədbəxti odur ki, Qədir gecəsini dərk eləyə, özün bağışlada bilməyə. Hətta İmam Sadiq əleyhissalam buyurur da ondan sonra bir nəfər deyir özün Qədir gecəsində bağışlada bilməsə sonra harda bağışladacaq özün? Bir dənə deyir əl yeri var Ərəfə günü üçün, onu da ya qismət. O da ya qismət olacaq, olmayacaq. Bu gecənin ən böyük, ən dəyərli fəzilətlərindən biri budur ki, günahlarımızı bağışlada bilərik. Gələn Quranı qarşılamaqla, gedən Quranı yola salmaqla. Tamamlayıram da inşallah ki, mən dediyim vaxtdan 5 dəqiqə keçdik. Gələn Quran budur. Yəni Samit Quran ki, bu gecə nazil olub. Bir dənə də bugün əlimizdən çıxan Quran var ki, o da Natiqə Qurandır. Həzrəti Əmir əl-Mömin əleyhissalamdır. Bu kitab olan Quran bugün nazil oldu. Göydən yerə gəldi. Amma bir dənə də canlı Quranımız var idi, bugün yerdən göyə qalxdı. Bugün Həzrəti Əmirin zərbətlənən gecəsidir. Allahın o canlı Quranının bugünlər yaralanan gecəsidir. Bu gecənin ən üstün dəyəri budur ki, gələnlə gedəni yaxşı qarşılayıb, yaxşı yola sala bilsək, elə bir ki, bu gecənin hər şeyini əldə eləmişik. Təbii ki, onları da qarşılamaq elə xoş gəlmirsən deyib, sonra qapını bağlayıb çıxıb getməklə olmur ki. Gərək adam həyatını ona tətbiq eləsin də. Həm gələn Qurana əməl eləməklə, həm də Həzrəti Əmir əl-Möminin əleyhissalamın vilayətinə, imamətinə, məktəbinə, yoluna davamçılıq eləməklə. Həzrəti əleyhissalam yaxşı kişi olub, mən amma öz bildiyimi eləyirəm. Təbii ki, belə bir şey olmaz ki. Həzrət Peyğəmbər yaxşı kişidir, amma mən Əbu Süfyanla oturub dururam. Nətər olar? Təbii ki, bu pis olar da, bu xoşa gələn bir şey deyil də. Həzrəti Musa yaxşı kişidir, amma mən Fironla qardaşlıq eləyirəm. Həzrəti İbrahim Allahın Peyğəmbər deyir, canım qurban, amma mən Nəmrudla oturub dururam da, neyniyim? Belə bir məsələ yoxdur ki. Bu gecənin ən fəzilətli işlərindən biri budur ki, o gələni adam qarşılaya ki, Qurandır, gedəni də yaxşı yola sala ki, Həzrəti Əmir əl-Möminin əleyhissalamdır. Necə yaxşı yola sala? Yəni, söz verə ki, sən canımı verdin mənə görə ki, mən düz olum. Söz verirəm ki, sənin bu fədakarlığıma görə heç olmasa biraz düz olacağım. Sən şəhid oldun buna görə ki, mən düz yaşayım, düz olum. Söz verirəm ki, baş üstə. Sənin fədakarlığına ən azından dəyər verərək günah eləməyəcəyəm. Bu gecə gəldim, Allahdan üzr istədim, bağışladı. Daha gələn il tezədən yüklənib gəlməyəcəyəm. Da keçən il təmizlənmişdim də. Adam bu gələnlə gedəni ən azından yaxşı qarşılaya və yaxşı yola sala. Bu mənada ki, söz verə ki, Allah göndərdiyin qanunlara əməl edəcəyəm və söz verə ki, Həzrəti Əmir əl-Möminin əleyhissalama, ya Əli, sənin yoluna mən həqiqi davamçı olacağam və sən deyən kimi olacağam. Səni narahat eləməyəcəyəm günahlarımla, səhvlərimlə, səni utandırmayacağam. İmam Sadiq əleyhissalam buyurur, kunu lana zeynən və la tekunu aleyna şeyna. Bizə bəzək olun, bizi utandıran olmayın. Deyəndə ki, imam tərəfdarı, imam ardıcılı, imaməti tanıyan kişilər, İmam Sadiq əleyhissalam buyurur, biz fəxr eləyək, deyək ki, bəli, bunlar bizim doğrudan davamçılarımızdılar. Bunlar bizim yolumuzu saxlayanlardılar, bunlar bizim adımızı yaşadanlardılar, məktəbimizi yaşadanlardılar. Məbada deyir, bizi utandırasınız. Allah'ın verək öz Allahlığına xatir bizi bu gecənin bağışlananlarından qərar versin. Bizi bu gecə bizə gələn Qur'ana əməl eləməyə, gedən canlı Qur'anımızın yolun davam eləməyə müvəffəq eləsin. Bu gecənin şəhidi Həzrəti Əmir əl-Möminin ağaya xatir kimin nə hacəti var rəva eləsin. Kimin nə istəyi var, qəlbindən keçən var, tamam həvaiz-i şər'iyyəni bərabərdə bir xeyr eləsin. Allah Həzrəti Əmir əl-Möminin ağanın ziyarətin, qəbr-ı qiyamətdə şəfaətin bizə nəsib eləsin. Bizi Həzrəti Əmirin təkcə adı ilə yox, yadı ilə, məktəbi ilə, yolu ilə yaşayanlardan qərar versin. İmam Zaman ağanın zuhurunu təcil eləsin. Sayəsində rəhbər müəzzəm və sair məraciyi hifz eləsin.
İmam Zaman ağanın gəlişi ilə dünya zalimlərin xar və zəlil eləsin. İmam Zaman ağanın gəlişi ilə dünyanın zalimlərini rüsvay eləsin. İmam Zaman ağanın gəlişi ilə dünya məzlumlarına fərəc inayət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah qəbul eləsin inşallah.